Sako ilə bu Leman praşmandovkalarına qarşı mübarizə aparıram qardaş. Məsələmiz bilirsən necədir qardaş? Biz kişi xeylaqıyıq. Allah kişi soyar da, döyər də, vurar da, dağıdar da, aşırdar da, bu kişiyə məxsus olan şeylərdir. Bu günləri sosial media vasitəsilə mənim ölkəmə, mənim xalqıma baboşu Azərbaycan kişisi kimi tanıtdırmaq nə vaxtdan əxlaqlı yayım oldu. Kim olmuşsunuz siz? Hə Sako? Sən bax xalqımıza, bu millətimizə valikləri, üzdən iraqları Azərbaycan kişisi kimi, Azərbaycan xanımı kimi təbliğ edən bir insan olmuşsan. Leman, sənin hansı bir möhtəbər oğlun var bu TikTokda? Neçə ildir bu TikTokdasan? Sənin bu təbliğatlarına görə, bu gəlin qaynana söhbətlərinə görə neçə qız gəlinlərimizin ocağı dağılıb, evi dağılıb. Özün kimi valik TikTok 30 lira eləmişsən. Neçəsini? Hansı həyat uğurlarınız var sizin? Əxlaqsızlar. Sonra pulu deyirsiniz, bir story reklamımızın qiyməti 500 manatdan 2000 manata qədər qalxır. İnək faktoru. Nə məhv edirsiniz bu bizim gəncliyimizi? Niyə zərbə vurursunuz bu bizim gəncliyimizə? Əxlaqsız yığının. Hansı dildə o qədər gönlünüz qalındı ki, o qədər padoşsuz ki, doğmalarınızı gözünüzün qabağında, belə gözünüzün qarşısında zorlasam, deyirsiniz ki, dostlar 5x-dir, ekrana tıklayın, 5x-dir. O qədər əxlaqsızsınız, o qədər mənəviyyatsızsınız. O bir respublika bilsin, Sadiq İsmayılovun bu Sakonun tayfasında, kişi tayfasında, nə onun əmisi, nə onun dayısı, nə xalası yoldaşı, nə bibisi yoldaşı, eləcə də onların oğul övladları, kişilikdən xəbərləri yoxdur. Əxlaqsızsınız, mındarsınız. Allah sizin bəlanızı versin. Eşşək yığını. Ölkədə bizim gənclərimiz kitabxanaların yerini tanımırlar. Ölkədə bizim gənclərimizin təhsil səviyyəsi aşağı vəziyyətə düşür. Sizə bu şəraiti kim yaradıbsa ki, bu millətin bağlarını zəhərləyin. Allah sizin min bir bəlanızı versin. Leman, baboşa kişi deyirsə, o böyüyən qızın var ya, sənin böyüyən qızın. Uşaq evin güzgüsüdür. O uşaq sən kimi anadan nə tərbiyə alacaq? Uşağın 7-8 yaşı var, o uşağın beyninə soxmusan gəlin qaynana söhbətini. O sənin qız uşaqla baboş kimi oğlan nəsib olsun. Toxtu kimi oğlan, qarğış döyüş bilmirsən də yəqin ki, düzdür, çünki sən olaraq Azərbaycan kişisi kimi baxırsan. Qoy sənin qızıma baboş kimi, o totoş-potoş petuklar kimi, timalar kimi kişilər nəsib olsun. Sako, həmişə sənin elə həyatın bu valiklərlə çürüsün. Valiklərlə belə ömrün gün çürüsün. İtin balası, nə sənin anan bir anadır ki, səni bir övlad yerinə qoysun, nə də sənin nəslində bir başıma bağlı kişi yoxdur ki, oturur səndən kişi söhbət eləsin. Boyunuzu yerə soxun, oğraşsız, zındırsız. Tsunami.